Bugün sizlərə birlikdə may ayında çıxmış Azərbaycandan bomba videosunu tepki çəkirik. Ən çox istəyim odur ki, Mirinin bu videonu görüb yorum atmasıdır. İnşallah yorum atar. Bu video Mirin qabağına çıxması üçün videoya like atıb çoxlu yorum yazmağı unutmayın. Bu kutunu yenicə satın aldım və burada olan 50 futbolçudan yalnız biri bu kutunu qazanacaq. Baxın, bu uşaq yaradır da. Həqiqətən yaşı bu il təzə 16 oldu. Ancaq həqiqətən çox bomba videolar var. Nəinki bu videosu, əvvəlki videoları da çox yaxşıdır. Bu YouTuber bilinir ki, gələcəyi çox parlaqdır. Gördüyünüz kimi çox hazır qalıblar. Uşaqlar baxın nə qədərdirlər. Meydançanın bu üzündəki olan bu cərimə meydançası xəttindən meydançanın digər tərəfində olan cərimə meydançasının xəttinə qədər qaçacaqlar. Amma bir şərt var. Şərt odur ki, meydanın mərkəzində olan 30 topa 50 futbolçudan yalnız 30'u götürəcək. 20'si isə evə əli boş gedəcək. 3, 2, 1, başla! Qaçın, 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 dayanmayın. Fazla isteme. Toparı götürmeden, finish xəttini keçmədən qazanmış sayılmazsınız. Ola bilməz. 4 nəfər yerdə olan uşağı hücum ediblər. Yarışa devam edənləri qarşıda çətin turlar gözləyir. Onlar topla inanılmaz bir sınavdan keçir. Bayaqki uşaqlar hücum eləmirdilər, qapırdılar bir-birini. Bir an topun üstə 5-6 nəfər yıxılmışdı. Sanmaq məcburiyyətində qalacaqlar. 24 saatda böyük bir stadionu bağladı. Amma öncə hansı futbolçuların finish xəttini öncəki sizəni görməliyik. Və çox az qaldı. Qaçın və siz qalibsiniz. Təbriklər. Və 50 futbolçudan 20'si birinci turda məğlub oldu. Uşaqlar uduzublar, çox məyusdur. Baxın belə. Oyun hazır olmadı. Haksızlık biz kulak asmadık. Ve şeytalardılar ancak bizim de asıldı. Uduzanların çoxu böyük ehtimal olur yerdə yıxılanlardan, ancaq mənim fikrimcə bu haqsızlıq sayılmır, çünki yəni rəqabət sayılır da bu, haqsızlıq sayılmır. Bu futbolçuların bahalı gizli kutunu qazanmasına sadəcə 4 oyun qaldı. Gördüyünüz kimi ikinci turda tam 30 iştirakçı var. Gördüyünüz kimi uşaqlar. O Miri fənd də göstərdi uşaqlar. Deməli bunda futbol bacarığı da var. 30 futbolçu 2 komandaya bölünəcək. Hər komandadan zərbə endirməsi üçün 5 lider seçiləcək. Və ən çox zərbəni dəqiq yerinə yetirən komanda turu çəkəcək. Komandalara bölünür. Hər komandadan 5 lider yanıma gəlsin. Məncə hər iki komanda çox güclüdür. Biz rakip istemiyoruz. Mən güvənirəm ki, bizim takım udacaq. İnşallah da bilmirəm. İştirakçılar kənardan göründüyü kimi çox iddialıdırlar. Amma bilmədikləri bir şey var. Qapıda professional bir qapıcı dayanacaq. Və bu onların növbəti tura keçmək şansını azaldacaq. Mənim üçün asandır. Əlim zədəli olduğu üçün atlanamıram. Yenə də bu topu tutacağam. Özlərinə çox güvənməsinlər. İlk finalistimiz Özbə inansan. Mən də inanıram. Amma qapıda professional bir qapıcı var. Ola bilməz, necə qaçırdı? Top uçdu. İlk zərbədən komandasını geriyə saldı. Komanda yoldaşlarım bırakıyor. Mən inanıram sana. Sən vuracaqsan. Artıq komanda da səni dəstəkləyir. Çox üzüləcək. Çünki növbəti turlarda birbaşa finala vəsiqə qazanmaq şansı olacaq. Və növbəti iştirakçı zərbə endirəcək. Amma mənə dəstəkləyir, yaxşıdır. Təzə fikir verirəm. Burada bəlkə 3-4 dənə Beşiktaşlı uşaq var. Yəni Beşiktaşlı çoxdur. Qapıda professional qapıcı olsa da Zor keçdi ya. digər komandadan oyunçu qapıya zərbə endirəcək. O bu zərbəni qola çevirmək məcburiyyətindədir. Əks halda isə komandası geriyə düşəcək. Girdi. Komanda üçün məncə eləməlisən bunu. Komandaya qapılmalısan. Qapıcı az qala çıxardacaqdı. Oradan necə keçdi bu? Qapıcının ayağı sürüşdüyünə görə bu topu çıxara bilmədi. Uşaqlar incə yeni iştirakçımız Əli. Əli! Girdi. Növbəti iştirakçısı, məncə bir sən ala vur. Mənə bax, mən sənə taktika verirəm. Qapıçıya görən bayaqdan tullarını oynayacaq. Vurdum sənə, 90.
Bəlkə də uşaq vura bilərdi, ehtimal var idi, amma Miri ona taktika verdi, o ehtimal da getdi. Növbəti iştirakçımız səndən çox şanslıdır. Vursan komandanı daşıyırsan. Nə bilən. Biz vuruyoruz, onlar vuramıyor. Hayda. Ay. Hər iki komandadan artıq 4 nəfər zərbə endirib və son bir zərbə haqları qalır. Əgər bu zərbələrdən sonra yenə hesab bərabər qalarsa, hər iki komandanın liderləri simeşfə edəcək. Qalib gələn qapıya zərbə endirəcək. Qol olsa komandası növbəti tura daşıyacaq. Mütləq və mütləq son 2 turu qaçırmayın. Çünki videoda olan ən maraqlı turlar ən sondakılardır. Vursan bərabərə qalır. Yox, vurmasan. Mən çaşdım. Axırıncı vurulan penaltılar həqiqətən çətin gəlir, çünki bütün komandanın yükü səndədir. Əgər vursan komandan udur, vurmasan ya bərabər qalarsınız, ya uduzarsınız. Oha, qapıçı onu necə çıxardı? Məncə bu zərbəni qola çevirməli idi. Buna peşman olacaqlar. Bunu vursalar qazanırıq. Bunu vursan komandan qazanır. Bunu vursan komandan qazanır. Bəli, mən də istəmirəm ki, komandam pis vəziyyətdə qalsın. İnşallah bu. Hazırsan? Hazıram. Və son zərbəni qaçırdı. Ona görə də hər komandanın lideri Simeşvo eləyəcək. Simeşvo. Vur qardaşım, sən daha uşağım, mən də festival, nerede qışqırdım, boğazım sığırdı. Hayda. Vara baxacaq, vara baxacaq. Dayı orada qırğın müsibət oldu. Hamı deyir qoldu, qol deyil. Zərbənin qol olduğunu sandım. Amma digər Miri də başını ağrıtmamaq üçün rahat olsun deyə götürdü Geminaya atdı. Çünki özü desəydi böyük ehtimal deyərdilər tərəf tutur. qərar verdi. Və şəkli ona atdığımda Gol deyil, Miri. O komandaya de ki, əsyalarını yıksınlar və evə getsinlər. cavabını verdi. Delaksızlıq. İndi udmuştuk. Yüzbaş goldü. Chelsea Barcelona oyunu olur kopya. Oyunu sahtı çok nice. Oynayan Az öncə rəportaj verən futbolçu isə 2 dəqiqə sonra kameralara yaxalandı. Əgər vursa komandanı 3-cü tura daşıyır. Sürdürün. Girdi. Və gol! Təbriklər, artıq 3-cü turdasın. Üzgünəm, amma digər komanda məğlub oldu. 3-cü turda isə uğurlar. Və beləliklə bu komanda 15 futbolçu ilə 3-cü tura keçdi. Hal-hazırda yanımda 15 nəfər var. Və bu 15 nəfərdən 15-i də əlimdə gördüyünüz püşkü götürəcək. Amma püşklərin birində birbaşa finalı vəsqə qazanmaq hüququ var. İnşallah burada kimin hakkındaysa o kazanacak. Birbaşa finala atlayacaq bir kəs. Götürün əlimdən. Götürün. Birində yazdı finala vəsqə. Kimdə çıxıb? Finala vəsqə qazandı. Uşaqlar finala vəsqə qazandı hal-hazırda. Artıq finaldasan. Futbolçular 2 turdan sonra çox yorğun görünürlər. 3-cü tura keçməmişdən qabaq isə onların fikirlərini alaq. Allah şərimdir. İnşallah öz bacarığımla, öz istedadımla finala getmək. İnşallah Allah nəsib etsin. Qələbə. Finala gedəcək. Öz bacarığım. İnşallah hər şey yaxşı olacaq. Yəni udan yaxşı olur. Oynaya bilərəm. Müdafiəçi, yarım müdafiəçi. Sonra həmişəki kimi. Barsa. Manchester City. Hala Madrid. Biz yarışı yəni garanti udacağımız biz üçün çox zəifdir. Çəmbəri qasılmazsa adamı. Bax gələcəm də alacaqlar. İnşallah. 3-cü tura gəldik. 3-cü turda isə gördüyünüz bu parkurdan keçməlisiniz. Parkuru komanda ilə ən tez tamamlayan komanda növbəti tura keçəcək. Amma belə bir şərt var. Parkuru düzgün tamamlamalısınız. Düzdür, parkurumuz biraz ayrıdır. Amma yenə də bitar eləyin də. Parkuru tamamlayırsınız, qayıdırsınız növbəti iştirakçının əlinə vurursunuz. Gördüyünüz kimi qarşıda bir top var. Amma o topa ən sonda olan, yəni bu iştirakçı ilə bu iştirakçı zərbə endirəcək. Haydi, heç olmaz, get, kaç. Qayıt. Komandaya, haydi, düşəni koy. Tez. Allah, uşaqlar, baxın necə gedir. Canavar, uşaqlar çox zor gedirlər. Miri də uşaqlara ürək-dirək verir. Bu komanda qalib gələcək. Bu kadrdan da göründüyü kimi komandalar bərabərdirlər.
Haydi 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 növbəti qabaqla. Vəziyyət gərgin. Mən sol tərəfdəki komandadan ümidliyəm. İnşallah. Qaç inşallah. İştirakçılar yol üstü maneələrdən keçəndə maneələri ilişirlər. Mən isə onları düzəltmək məcburiyyətində qalıram. İnşallah görürsün dağıdılır. Haydi 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 haydi. Heç bir futbolçu güzəştə getmir. Hesab hələ də bərabərdir. Haydi haydi haydi. Dağıtma yoxdur. Dağıtma yoxdur. Dağıtma qaç. Qaç dayanma yoxdur. Qaçın. Qaç. Haydi haydi. Hadi öptü de sonra. Gol! Ve galip komanda bola. Tutduğum komanda sol tərəf qalib gəldi. Buradayıq. 4-cü turda isə yanımda 8 tur 4-ə kimi yanan adam var, yəni futbolçu var. Gördüyünüz kimi burada 8 konus var və hər konusun üzərində 8 rəqəm var. Siz hər konusu vurmaya çalışırsınız. İstədiyiniz konusu vura bilərsiniz. Həmin konusun üstündəki rəqəmi götürüb özünüzdə saxlamalısınız. Və sonda çarx çevirəcəyik. Çarxdan hansı rəqəm çıxsa, ikinci finalist bəlli olacaq. Məncə belə, yəni bəxtli uduşlardansa məncə Real bir dənə əlavə şeylər də düzəltsəydi, finala elə getsəydi. Çünki yəni belə bir dəfəlik finala getsə, yəni digərləri o qədər əziyyət çəkib gəlib bura qədər. Yəni, onlara da haqsızlıq olur da məncə. Rəqəmə kimi 8 iştirakçı zərbə endirdi. Hərə özünə aid olan konusu götürdü və çarxı çevirmək zamanı gəldi. Çarx çevirir. Yallama baxın yaxın. Basın. Və finalçı oldu. Final. Şükürlər olsun Allahın böyüklüyünə ki, mənim bəxtimə gəldi. Bu qədər 8 rəqəmin arasından mənə gəldi. Final iki finalçı var yanında, finalda qarşılaşır. Mavi şort ili ən birinci başdan düz finala haqq qazanmışdı. Yəni məncə sağdakı qazansa daha yaxşı olar. Çünki soldakı bir dəfəlik gəlib, sağdakı isə o qədər əziyyət çəkib gəlib. Yanımda 2 iştirakçı var. Sənə qorxmayın, görüşürəm. Uşaqlar sən? Uşaqlar qorxudur. Bunlar uşaqlar çox çətin bir görevlərdən keçə gəldilər və finaldadılar. Digər finalçı həqiqətən də çox çətin turlardan keçərək gəlib finala çatdı. Məncə o qalib olmağa çox layiqdir. Amma digər finalçı isə çox şanslıdır. Çünki o yarışmanın əvvəlindən güc sayəsində birbaşa finala vəsiqə qazandı. Finalda isə Mənzərə. onları qapıçımız gətirir. Nə gözləyir? Qapıçı. Bəli, çox bahalı bir gizli qutu gözləyir. Bahalı. Finalda isə qalibə bu qutu hədiyyə ediləcək. Onun üçün də video like atın, kanala abunə olun. Müxtəlif 15 metrə məsafələr var. Boş qapıya zərbələr endirəcəksiniz. Gəl, ilk öncə 15 metrə məsafədən. Smash eləyin. Haydi inanıram. Mən bunu istəyirəm. Haydi. Və sən başlayırsan. İlk zərbə. Məncə bura çox yaxındır, hamı atar. İndi isə sıra bu iştirakçı. Və Bu da atar. Gol, təbii ki, uşaqlar. Bəli. Çünki 15 metrədən qarşılanan olmayan bir futbolçu da zərbə endirsə əlbəttə gol olar. İndi isə 30 metrədən. 30 metrədən zərbələr. Haydi vur. İkinci Bu da elə zərbə. də çətin deyil, atar. Və Gol! 2-1. Məncə vurmalısan. Çünki rəqibin vurdu deyə sən bunu vurmalısın. Və Girdi. Və oyunun ən həlledici anı, son zərbələr, qaçıran ucu, bəlkə də həyatının ən önəmli zərbəsidir. Və son etapda. Çox çətin. Duel uşaqlar. Uşaqlar artıq boğazım cırılır, o qədər qışqırmışam. İnanıram. Düzdür, onun tərəfini tuturam, zarafat edirəm. Bayaqda sən daha gülürsən. Zarafat edirəm, xəstə dəymə. Haydi vur. Sən güvənirəm. İştirakçı zərbəni qaçırdığına görə çox üzgündür. Mən də çox üzgünəm, çünki o çempion olmağa çox layiqidir. Bu gol olmasa bu çox peşman olacaq, inanıram. Çünki Vili Milyev kimi YouTuber'ı 10 il sonra mənə kanalım keçəcək, peşman olacaqsan deyəsən Vili Milyevin videosunu düşmüş. Son! Tarixi gol ola bilər. Haydi! Düzgün çevirməklə atsa girər. O birisi çox uçuşdu. Selamlar. Dobra yerden. İçinde başka nasıl medal da var. Ve kaldırır. Belə videolara iştirak eləmək üçün abunə olmağı unutmayın. Bu videonu çəkməkdə Video həqiqətən əfsanə idi, çox gözəl idi. Azərbaycanın ən bomba videosu, yəni
ilk 5-liyə mütləq qoymaq olar. İlk 3-lüyə də qoymaq olar 70%. Ancaq may ayında desək, yox. 2026-da ən yaxşı çəkilən videoda 1-ci sıradadır. Ancaq 1-ci sıraya mən 2 dənə videonu qoymuşam. Birincisi İlkin Feyziyevin diri-diri bastırılması, biri də bu Miri Games. Çünki yəni o da 10 saat diri-diri bastırılıb, yəni onun da ayrı prodüksiyonu var, ayrı əziyyəti var, bunun da ayrı əziyyəti var. İkisinin də əməyi çoxdur deyə ikisini də 1-ci sıraya qoydum. Nəysə, videomuz bura qədər olsun. Videonu axıra qədər izlədiysəz, like atıb abunə olmadan keçməyin. Növbəti videolarda görüşəndək sağ olun, salamat qalın.